İnnel hamdəlillah və əşhədu en la ilahe illallah vahdehu la şərikə ləh və əşhədu enne Muhammeden abduhu və rasuluhu sallallahu aleyhi və alihi və səlləm əmmə ba'd. Deməli qardaşlar, bəzi hədislər qeyd eləmişəm sizin üçün. Ramazan və orucluqla əlaqəli hədislərdir. Lakin biraz fərqli hədislərdir, yəni səhih olmayan hədislərdir. Zəif hədislərdir və ya uydurma, batil olan hədislərdir. Bu hədisləri toplamaqda məqsədim nədir? Təxmini 10-a yaxın hədisdir. Bu qəbildən olan hədisləri bilmək və xüsusən də o hədisləri toplamışam ki, insanlar arasında yaygın olan hədislərdir. İnsanlar arasında Ramazanla, orucla və orucun fəziləti ilə əlaqəli məhşur olan hədislərdir. Və əksər insanlar bu hədisləri və bu qəbildən olan hədisləri səhih bilirlər. Lakin bir çoxsu zəifdir və bəziləri də ümumiyyətlə batildir, uydurmadır. Və əslində istər Ramazan ayı olsun, istər Ramazan ayının fəziləti, həmçinin oruc ibadətinin fəziləti, faydaları ilə əlaqəli etibarlı səhih hədislər kifayət qədərdir. Aydındır. Ona görə ehtiyac yoxdur. Zəif, münkər, batil, uydurma hədislərə ehtiyac yoxdur. O hədislərdən birisi budur ki, hədisdə qeyd olunur ki, Lə təqulu Ramazan. Güya Peyğəmbər sallallahu aleyhi və səlləm deyib ki, Ramazan deməyin. Ramazan ayına, yəni bu kəlməni istifadə edəndə Lə təqulu Ramazan. Ramazan deməyin. Fə innə Ramazan ismun min əsməilləhi Teala. Çünki Ramazan Allahın adlarından bir addır. Və ləkin qulu şəhru Ramazan. Lakin deyin ki, Ramazan ayı. Yəni ki, hədisdə gəlir ki, Ramazan Allahın adlarından bir addır. Ona görə deyəndə deməyin Ramazan. Deyin Ramazan ayı. Hətta başa düşülsün ki, sən ayı qəsd eləyirsən, Allahın adını yox. Məsələn, bu hədis nəinki zəif, ümumiyyətlə uydurma hədisdir. Hədis alimləri bu hədis barədə deyiblər ki, hədəl hadis mevdu və batil. Uydurma və batil hədisdir və bu hədisi əslində mən özüm hətta şiə kitablarında gördüm. Böyük ehtimalla, yəni şiə hədislərindəndir. Aydındır. Və həmçinin məlumdur ki, çünki hədis elmində belə bir qayda var. Bir hədisin səhihliyini, zəifliyini, onun dərəcəsini bilmək üçün birincisi hədisin sənədinə baxırlar. Ki, görək bu hədisi bizə ötürən ravilər kimlərdir? Etibarlıdır ya yox. Amma bəzən elə olur ki, hədisin sənədinə baxmadan hədisin mətnindən tutmaq olur, anlamaq olur ki, bu hədis batil hədisdir. Hətta İbnül Qayyim rahimehullahın bu barədə ayrıca bir kitabı var. Mənaril Munif adında bir kitabı var. Nə barədədir? Yəni İbnül Qayyim rahimehullaha sual verilir ki, şeyx, hədis elmində belə bir qayda varmı ki, hədisin mənbəsini, sənədini, ravilərini bilmədən hədisin mətnini oxuduqda və ya eşitdikdə biləsən və ya təxmin edəsən ki, bu hədis səhih deyil. Belə bir qayda var. İbnül Qayyim rahimehullah deyir ki, var. Və o kitabı yazır. Həmin qaydaları gətirir. Və səhv etmirəmsə, vəfatına 4 ya 5 il qalmış yazdığı kitablarındandır. İbnül Qayyimin son yazdığı kitablarındandır. Və bu hədisdən də, bu hədisin mətnindən də heç hədisin sənədinə baxmadan bunu bilmək olur. O da nədir? Hədisdə gələn fə innə Ramazan ismun min əsməilləh. Ramazan deməyin, çünki Ramazan Allahın adlarından bir addır. Məlumdur ki, bu mətin münkərdir, batildir. Çünki Allah Azza və Cəllənin adları içərisində Ramazan adı deyilən bir ad yoxdur. Heç mənası da ona əl vermir.
Ramazan sözünün mənası nədir? Yəni şiddətli istilik. Ramada feilindəndir. Nə üçün belə adlanıb? Bu ixtilaflıdır. Nə üçün deyilib Ramazan? Hər bir halda mənası budur. Və bu hədis batil hədisdir və böyük ehtimalla Şiə kitablarından götürülmüş və ya ötürülmüş hədislərdəndir. Ümumiyyətlə belə olur. Belə olur ki, görsən bir Şiə hədisidir, transfer edilir sünni kitablarına, sufilərin hesabına. Yəni sünni kitabları deyəndə mən ümumi mənada deyirəm. Sufilərin hesabına. Çünki onlar hədisləri götürəndə ağına bozuna baxmırlar. Əsas odur ki, o hədis xoş gəlsin və o hədis məclisi təəccübləndirsin. Təsəvvürlə biri gəlir, və bu hədisi məclisdə deyir. Hamı təəccüblənəcək ki, Ramazan Allahın adlarındandır. Heç kəs eşitməyib baxı. Əsas odur ki, insanların təəccübünü qazansın. Maraqlı deyil, hədis səhihdir, zəifdir, nədir, nə deyil. Aydındır. Həmçinin ikinci hədis, hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Ramazan ayı barədə deyib ki, əvvəluhu rəhmə və əvsatuhu məğfirə və əxiruhu itqun minən-nar. Ramazan ayının əvvəli rəhmətdir, ortası məğfirətdir və sonu isə cəhənnəm əzabından qurtulmaqdır. Bu hədisi eşitmişsiniz, məşhurdur. Yəni Ramazan ayı gələndə, istər televizorda, verilişlərdə, xütbələrdə, moizələrdə, məscidlərdə həmişə eşitdiyiniz hədisdir. Eləmi? Bu hədis səhih deyil. Hədis zəif hədisdir. Hətta bəzi alimlər deyiblər ki, yəni zəifdir necə? Daifun ciddən. Yəni zəifliyi də şiddətlidir. Və hətta bəzi alimlər deyiblər ki, hətta hədis münkərdir. Yəni sıradan zəif hədis deyil, münkərdir. Hətta məna baxımından. Hətta məna baxımından. Niyə? Çünki deyiblər ki, Ramazan ayı elə bir aydır ki, Ramazan ayı əvvəlindən axırına elə rəhmət ayıdır. Əvvəlindən axırına elə məğfirət ayıdır. Və əvvəlindən axırına bütövlükdə insanın özünü, öz nəfsini cəhənnəmdən qurtara bilməsi üçün, yəni fürsət olan bir aydır. Hətta məna baxımından da deyiblər ki, bu məna səhih deyil. Və çox qəribədir. Bu hədisi, baxma ki, hədis zəifdir. Xətiblər, o məscid imamları, xüsusən Türkiyədə, onlar bu hədisi cəmaatı oxuyanda fikir verin, hədisdə necə təhrifə yol verirlər. Qafiyə uyğun gəlsin deyə. Deyirlər ki, Ramazan ayının əvvəli rəhmət, ortası məğfirət, sonu cənnət. Eşitmişsiniz bunu? Bu özü də təhrifdir ya. Baxma ki, hədis zəifdir, zəif hədisi də təhrif eləyiblər. Qafiyə uyğun gəlsin deyə. Amma hədisdə gəlir ki, və əxiruhu əl-cənnə gəlmədi. İtqun minən-nar. Necə gəlib elə dinən. Cəhənnəmdən qurtuluş. Rəhmət, məğfirət, qafiyəyə uyğun olsun deyənə, axırda nə? Cənnət. Hətta zəif hədisi belə təhrif eləyiblər. Yenə də nəyə görə? Məclisi ələ alsınlar deyə. Çünki deyirsən, rəhmət, məğfirət və sonluğu deyəndə ki, və cəhənnəmdən qurtuluş, elə bil ki, nida olmadı. Tutmadı. Rəhmət, məğfirət və cənnət. Onda insanları təəccübləndirir. Fikir verirsiniz. İnsanların hisslərinə necə oynayırlar. Və sonra üçüncü hədis, bu da məşhur hədislərdəndir. Bu da hər Ramazan qabağı eşitdiyimiz hədislərdəndir. Peyğəmbər sallallahu aleyhi və səlləmdən rəvayət olunur ki, o Ramazan ayından öncə, Ramazan ayı gəlməmişdən qabaq,
dua edərdi ki, Allahümmə bərik lənə fi Rəcəb və Şə'bən və bəlliğnə Ramazan. Allahım, Rəcəb və Şabana bərəkət ver və bizi Ramazana yetişdir. Eşitmişsiniz. Bu hədis də deməli zəif hədisdir. Hədis səhih deyil və hədisi İmam Əhməd, yəni hədis İmam Əhmədin musnədindədir. Lakin həm də İmam Əhmədin musnədində deyil. Nə mənada? Çünki İmam Əhməd rahimehullah müsnədi yazıb tamamlayandan sonra, vəfat edəndən sonra Əhmədin oğlu Abdullah ibn Əhməd musnədə bəzi əlavələr edir. Öz yoluyla. O da hədis əhlindən olur. Musnədə müəyyən qədər hədislər əlavə edir. Az miqdarda olsa da aydındır. Və bu İmam Əhmədin oğlu Abdullahın əlavələrindəndir. Aydın oldu. Yəni Əhməd bu hədisi musnədinə yazmayıb. Və hədis də zəif hədisdir. Hədis səhih deyil. Lakin sual verilsə ki, yəni ümumiyyətlə bu cür dua eləmək olar? Cavab budur ki, olar. Problem deyil. Yəni kimsə dua eləməsi ki, Allahım, məsələn, bu ayımıza, çünki Ramazan qabağı aylarda axı, xüsusən də Şaban ayı. Çünki Şaban ayı Ramazan ayına bir hazırlıq ayıdır. Ona görə sələflər deyərdilər ki, Şəhrul Qurra, qarilər ayıdır. Qarilər ayı. Artıq Ramazandan qabaq, Şaban ayında Quran qirayətini çoxaldırdılar Ramazana hazırlıq kimi. Və deyirdilər ki, qarilərin ayıdır bu ay, Şaban ayı. Və Peyğəmbər sallallahu aleyhi və səlləm, necə ki hədisdə gəlir, səhih, Ramazan ayından sonra içində ən çox oruç tutduğu ay hansı idi? Şaban. Ona görə insan belə dua edə bilər, Allahım, mənim bu ayıma bərəkət ver. Edə bilər. Dua edə bilər, Allahım, məni Ramazana yetişdir. Edə bilər. Burada bir işgal yoxdur. Aydındır. Lakin hədis olaraq Peyğəmbər sallallahu aleyhi və səlləmə nisbəti bu hədisin səhih deyil. Və həmçinin burada hədis elmi ilə əlaqəli bir fayda da var. O fayda da nədir? Ümumiyyətlə bunu qayda olaraq bilin. Səhv etmirəmsə İbnül Qeym rahimehullah bayaq adını zikirlədiyim o kitab ki var idi, orada da bu qaydanı gətirir. O da nədir? Bilmək lazımdır ki, ümumiyyətlə Rəcəb ayının fəziləti ilə əlaqəli Allah Rasulundan səhih heç bir hədis varid olmayıb. Yəni bir hədis qayda olaraq bilin. Hər hansısa bir hədis eşitsəz ki, orada Rəcəbin fəzilətinə dair. Məsələn, bu hədis kimi. Allahümmə bərik lənə fi Rəcəb və Şə'bən və bəlliğnə Ramazan. Allahım, Rəcəb və Şabana bərəkət ver və bizi Ramazana yetişdir. Alimlər deyirlər ki, hədis əhli Rəcəbin fəzilətinə dəlalət edən bütün hədislər zəif və uydurmadır. Səhih heç bir şey yoxdur. Aydın oldu? Yəni bunu qayda olaraq bilin. Məsələn, hədis. Bu da məşhur hədislərdəndir. Rəcəb şəhrullah. Rəcəb ayı Allahın ayıdır. Və Şə'bən şəhri. Şaban mənim ayımdır. Və Ramazan şəhru ümməti. Və Ramazan isə ümmətimin ayıdır. Bu hədisdə nə gəldi? Rəcəb şəhrullah. Rəcəb Allahın ayıdır. Rəcəbin fəzilətinə dəlalət etdi. İndi sual verirəm. Hələm hədisin hökmünü demirəm. Sizcə bu hədis səhihdir, zəif? Zəif. Niyə? Bayaqki qaydaya görə. Aydın oldu. Heç hədisin mənbəsini bilmirsiniz. Bilmirsiniz hədis alimləri bu hədis barədə nə deyib. Amma qaydaya əsasən artıq bilirsiniz ki, bu hədis nədir? Bu hədis zəifdir. Nəinki zəif, əslində bu hədis, axırıncı dediyim hədis, bu hədis ümumiyyətlə batildir. Həmçinin qeyd elədiyim hədislərdən birisi, bir hədisdə gəlir ki, Kənən Nəbi sallallahu aleyhi və səlləm yusalli fi şəhr Ramazan fi qeyri cəmaətin bi 20 rəkaə vəl vitr. Peyğəmbər sallallahu aleyhi və səlləm Ramazan ayında cəmaatdan kənar, yəni özü evdə, təklikdə, gecə namazlarına qalxanda 20 rükət bir də vitr qılardı. Yəni 21 və ya 23 rükət. Yəni sual verilsə ki, 23 rükət təravihi qılmaq Allah Rasulü aleyhissalatü vesselam'dan varid olub,
Cavab budur ki, varid olub, lakin səhih deyil. Zəifdir, daha doğrusu uydurmadır. Bəzi alimlər deyiblər ki, daifun ciddən, şiddətli şəkildə zəifdir. Bəziləri deyiblər, münkərdir. Hətta bəzi alimlər deyiblər ki, uydurmadır. Yəni, təravih namazının 23 rükət qılınması Peyğəmbər sallallahu aleyhi və səlləmdən yəni, səhih sənədlə varid olmayıb. Bu rəvayət münkərdir. Həm də niyə münkərdir? Çünki bu barədə varid olan səhih hədislər də müxalifdir. O hədislərdən birisi Ayşə anamızın deməsi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm nə Ramazanın içində, nə də Ramazanın çölündə 11 rükətdən artıq qılmırdı. Buna da müxalifdir. Və aydındır ki, Allah Rasulunun evinin içində qıldığı namazı ev əhlindən daha yaxşı kim bilər? Və bunu da kim xəbər verir? Ayşə anamız. Və ərəblərdə bir misal var, deyir, evin içini ev əhli daha yaxşı bilir. Şəhərin içini şəhər əhli daha yaxşı bilir. Amma sual verilsə ki, ümumiyyətlə 23 rükət qılmaq bu sabit olub? Cavab budur ki, sabit olub. Lakin sahabələrdən, tabiinlərdən, bəli, qılınmasında problem yoxdur. Amma hədis olaraq demək ki, Allah Rasulü qılıb, Allah Rasulundan sabit olmayıb. Aydındır. Həmçinin başqa bir hədis, bir hədisdə gəlir ki, 5 şey var ki, o 5 şey, fikir verin hədisə, dəstəmazı pozur və o cümlədən də orucu. Nələrdir? Əl-kəzib, yalan danışmaq, vəl-ğibə, qeybət, vəl-nəmimə, nəmmamlıq, vəl-nəzara bil-şəhvə, şəhvət ilə baxmaq, vəl-yəminul fəcirə və yalan yerə and içmək. Bu 5 şey orucu pozur. Və hədis zəifdir. Bu hədis zəifdir. Hətta digər bir rəvayətdə gəlir ki, əs-saimu fi ibadə. Oruç tutan səhər açılandan axşam düşənə qədər, yəni sahurdan iftara qədər ibadətdədir, mə ləm yəğtəb. Qeybət etmədikcə. Ümumiyyətlə, və bu hədis zəifdir. Hətta bəzi alimlər, məsələn İbn-i Cəvzi rəhməhullah bu hədisi Mevduat kitabına salıb. Bu əvvəldə qeydlədiyim hədisi. Mevduat nə deməkdir? Yəni uydurma hədislər toplusu. Həmbəli alimlərindən İbn-i Cəvzi rəhməhullah Əbu Bakrın nəslindən olub. Onun bir kitabı var, məşhur kitabdır. Kitab-ül Mevduat. Uydurma hədislər toplayıb ki, hətta insanlar bilsinlər ki, bu hədislər uydurmadır və bu hədislərdən çəkinsinlər. Və bu hədisi İbn-i Cəvzi rəhməhullah həmin kitabına salıb. Öz başıma gələn bir hadisəni danışım. Biri bir dəfə hədis gətirmişdi. Səhv etmirəmsə, çoxdan olan hadisədir. Ya əlinin, ya əhl-i beytin fəziləti ilə əlaqəli. Və demişdi ki, bu hədis sizin öz kitablarınızda gəlir. Yəni fəxrlə. Mən də dedim, hansı kitabda? Hədisi də deyir. Görürəm, hədis o deyil də. Yəni, hədisdə nəinki səhihliyin, heç zəifliyin də iyi gəlmir. Başqa şeyin iyi gəlir. Bu hədis əhlinin sözüdür ya. İbn-i Qeym rəhməllah deyir ki, bəzən adama bir hədis deyirlər Peyğəmbərin adından. Hədisin sənədini bilmirsən. Kim rəvayət eləyib bilmirsən. Mənbəsini bilmirsən. Lakin hədisi eşidəndə görürsən ki, o hədisdən Peyğəmbər sallallahu aleyhi və səlləmin kəlamının, bəlağətinin, fəsaətinin ətri gəlmir. Çünki hədis elmi ilə iştiğal edən, məşğul olan alimlər o qədər bu işin içinə giriblər ki, artıq oxuyanda bilirlər bu kəlamdan Peyğəmbər sallallahu aleyhi və səlləmin o fəsahətinin ətri gəlir ya yox. Nəysə, dedim, yaxşı, denən, bu dediyin hədis harada gəlir bizim mənbələrdə? Fəxrinə qayıtdı ki, İbn-i Cəvzinin Mevduat kitabında. Bu da bilmir kitabın ümumiyyətlə adını eşidib İbn-i Cəvzi Mevduat. Dedim, artıq çatdıq. Məqsədə çatdıq, ünvana.
Yəni əgər İbn Cəvzi o hədisi o fəxrinə gətirdiyin hədisi mövduata salıbsa, artıq araşdırmama ehtiyac yoxdur. Çünki bəllidir ki, hədis uydurmadır. Və ümumiyyətlə bu mövzu, qardaşlar, yəni məşhur mövzudur. O da hansı mövzu? Qeybətin, nəmmamlığın və yalanın orucu pozub pozmaması. Və sələfdən bəzi alimlər olub, hətta bu Ayşə anamıza belə nisbət edilib, Abdurrahman Əvzai rahmehullah bu rəydə olub, deyiblər ki, qeybət, xüsusən də qeybət orucu pozur. Yəni necə? Savabını yox, həqiqi mənada. Elə bil ki, nə isə yemisən və nə isə içmisən. O dərəcədə. Yəni bir gün sonra qəza eləməlidir. Yəni bu rəydə olan sələflər olublar. Aydındır? Lakin deyirik ki, bu barədə bəzi hədislər gəlib, zəifdir və ya münkərdir. Lakin bu rəydə olan alimlər olub. Az da olsa olub. Və başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əs-savmu cünnə. Bu səhihdir. Oruz bir qalxandır. Mələm yaxrıqhə. Onu yırtmadıqca. Yəni Allah Resulü aleyhissalatü vesselam orucu nəyə bənzətdi? Bir qalxana. Və niyə qalxana bənzətdi? Sual. Niyə qalxana bənzətdi? Niyə qılınca bənzətmədi? Zərbələrin qarşısını alsın. Yəni müdafiə üçün. Yəni oruc qalxandır. İnsanı müdafiə edən qalxan. Amma nə zamana qədər? O qalxanı sən yırtmayana qədər. Və bir rəvayətdə gəlir ki, mələm yaxriqhə bil ğibə. Oruz bir qalxandır, sən onu qeybətlə deşməyənə qədər. Allahu Akbar. Yəni demək istədiyim budur ki, fikir versiniz, qeybətin, yalanın oruca təsiri barədə xüsusi hədislər gəlib. Məsələn, bir hədisdə, səhi hədisdə, Allah Resulü aleyhissalatü vesselam buyurur ki, yəni وَلَيْسَ الصِّيَامِ مِنَ الْأَكْلِ وَالشُّرُبِ. Oruc mücərrəd olaraq insanın yeməkdən, içməkdən özünü məhrum etməsi deyil. وَإِنَّمَا الصِّيَامِ مِنَ اللَّغْوِ وَالرَّفَثِ. Həqiqi oruc, yəni Allahın murad etdiyi oruc insanın cahillikdən, pis sözlərdən özünü uzaq tutmasıdır. Və başqa hədisdə gəlir ki, مَنْ لَمْ يَدْعَ قَوْلَ الزُّورِ وَالْعَمَلَ بِهِ. Kim yalan danışmağı və yalanla iş görməyi tərk etmədikcə, Allahın onu yeməyi, içməyi tərk etməsinə ehtiyac yoxdur. Fikir versiniz hədislərə, məhz dillə əlaqəli gəlir. Ona görə sələfdən bəziləri, hətta bu Süfyan Əth-Thawridən də rəvayət olunub, Abdurrahman Əvzaidən də, möminlərin anası Ayşədən də ki, qeybət orucu pozur. Az da olsa, bəzi alimlər bu rəydə olublar, lakin doğrusu budur ki, orucu pozmur, lakin orucun savabını məhv eləyir. Və bu barədə gələn və qeydlədiyimiz hədis də əvvəldə o 5 şey ki, orucu pozur, bu hədis zəifdir. Və son olaraq 2 hədis, onlardan birisi, bir hədisdə qeyd olunur ki, əgər insanlar Ramazanda olan faydanı, bərəkəti, Ramazanda olan xeyri bilsəydilər, onlar ilin bütün günlərinin Ramazan olmasını təmənni edərdilər. Bu hədis məşhurdur, eşitmişsiniz. Əgər ümmətin bilsəydi Ramazanda olan xeyri, ilin bütün aylarının Ramazan olmasını təmənni edərdilər. İbn Cəvzi rahmeullah deyir ki, bu hədis barədə mövdu, uydurmadır. İbn Həcər deyir ki, daifun ciddən. Hədis çox zəifdir. Həmçinin Şəvkani, Əlbani və qeyriləri hədis barədə ya deyiblər münkərdir, ya da deyiblər uydurmadır. Yəni hədis nəinki zəif deyil. Aydındır, hətta uydurmadır. Baxma ki, xətiblərin, imamların, danışanların dilində məşhur olan hədislərdən birisidir. Və son olaraq bir hədisdə gəlir ki, Novmus saimi ibadə. Oruç tutanın yuxusu ibadətdir. 5 dənə şey gəlir hədisdə. Birincisi, oruç tutanın yuxusu nədir? İbadətdir.
Və samtuhu təsbih. Onun susması zikirdir. Və aməluhu mudaaf. Onun əməli artıqlaması ilə ona verilər. Və duauhu müstəcəb. Duası məqbuldur. Və zənbuhu məğfur. Və günahları da bağışlanmışdır. Bu hədis zəifdir. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmə nisbəti zəifdir. Amma hədisdə gələn 5 şey ki var, 5 şeydən azı 3-ü digər səhih hədislərdə varid olub. Yəni məsələn, və zənbuhu məğfur. Günahlarının bağışlanması bu səhih hədislərdə varid olub. Mən samə Ramazanə imanən və ihtisabəğufirə ləhu mə təqəddəmə min zənbi. Kim Ramazan ayını imanla və əcrini Allahdan ummaq qəsdi ilə tutarsa onun keçmiş günahları bağışlanar. Həmçinin və duauhu müstəcəb. Duası müstəcəbdir. Bu da səhih hədislərdə varid olub ki, innə li kulli muslimin fi kulli yevmin və leylətin, yəni fi Ramazan dəvətə müstəcəbə. Hər bir müsəlmanın Ramazan ayının gecəsində və gündüzündə müstəcəb duası var. Yəni Ramazanda duaları çoxaldın. Və əməluhu mudaaf. Əməli ona artıqlaması ilə verirlər. Bu da səhih hədislərdə varid olub. Məşhur bir hədisdə, hədis-i qudsidə ki, qulumun bütün əməlləri onun üçün də orucdan başqa, onun əcrini mən verəcəm. Yəni hətta mələklər belə onu yazmaqda acizdirlər. Orucun əcrini. Amma qaldı ki, digər məsələlər oruc tutanın yuxusu ibadətdir, susması zikirdir, bu varid olmayıb. Aydındır. Lakin oruc tutanın yuxusunun ibadət olması məna baxımından başa düşüləndir. Nə mənada? O mənada ki, oruc elə bir ibadətdir ki, yəni onun xüsusi bir şəkli yoxdur. Vaxtı da uzundur. Yəni məsələn namaz kimi deyil. Təkbirlə başladım, salamla qutardım, 5 dəqiqə, 10 dəqiqə. Yox. Düzdürmü? Sən oyaq olanda da oruclusan, yatanda da. Və yatanda da oruclusan deyənə artıq yatmağın da o ibadətə mane olmadı. Yəni yatmısan, oruclusan, yata-yata ibadətdəsən. Bu mənada götürsək, bu məna başa düşüləndir. Lakin hədis olaraq Peyğəmbər sallallahu aleyhi və səlləmə nisbəti səhih deyil. Doğrusunu Allah bilir. Barakallahu fikum. Və sallallahu ala Muhammed və ala alihi və sahbihi və səlləm.